Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugünkü mövzumuz əvəzlik mövzusudur. Bəli, bilirəm hamınızın qorxulu rüyasıdır bu. Amma bu gün biz bunu daha da sadələşdirəcəyik. Niyə? Burada bir dənə məntiq var. Onu tutduqsa hər şey yaxşıdır. Yəni bu dərs çətin dərs deyil. Bu dərs sadəcə olaraq materialı çoxdur. Ona görə biz də bu gün uyğunlaşdırmalarla, açar sözlərlə, sadələşməklə öyrənəcəyik. Deməli, əvəzliyin növləri var. 11 dənə növ var. Bir-bir izaha başlayaq. Deməli, ilk öncə başlayırıq nə ilə? Şəxs əvəzliyi ilə. Şəxs əvəzliyində belə bir məsələ var. Mən bunu öyrənən kimi deyir ki, şəxs əvəzliyi bölünür adlı və obyekt ala. Düzdürmü? Bəs bunu biz necə sadələşdirə bilərik? Daha rahat və daha yaxşı yadda qalsın. Bura ingilis dilində cümlə söz sırasını yazıram. Mübtəda, xəbər, tamamlıq. Hələ ki bizə lazım olan isə budur. Yəni mən bir cümlə qurmaq istəsəm, mənə lazım olan düstur budur. Düzdürmü? Okay. Şəxs əvəzliyinin adlıq halı cümlədə hansı cümlə üzvü olur? Yalnız mübtəda, bəs obyekt halı yalnız tamamlıq. Əgər bulunan cümlədə mübtəda və tamamlıq kimi çıxış edirsə, gəlin elə adlıq və obyekt sözünü unudaq. Onun əvəzinə deyək ki, şəxs əvəzliyi bölünür mübtəda və tamamlıq əvəzliyinə. Biz bunları əvəzləyəndə orada bir çox söz yığınağına yol vermirik, yəni ixtisara salmış oluruq. Məsələn, burada bizim 5 dənə xüsusiyyətimiz var. Bizə izah eləyir ki, adlığın xüsusiyyətləri nələrdir? Məsələn, deyir ki, cümlənin əvvəlində işlənir. Fikir verin. Mübtədadırsa, cümlənin əvvəlindədir. Bəli, feildən əvvəl gəlir, xəbərdən öndə gəlir. Bəli, isimlə işləmir. Niyə? Çünki müstəqil formada mübtədadır və mübtədadan sonra xəbər gəlməlidir. Sonra deyir ki, cümlənin mübtədası olur. Bəli, sadə cümlənin ortasında və sonunda işləmir və burada digər tərəflərdə ola bilməz. Yəni bir dənə düsturu yazmağım 5 bəndi nə edir? Hamısını praktikləşdirir, sadələşdirir. Deməli, bundan sonra mən deyirəm ki, şəxs əvəzliyi bölünür 2 yerə, mübtəda və tamamlıq. Bu bizə passive voice-da da kömək olacaq, bu bizə kompleks obyektdə də kömək olacaq. Yəni gözümüz görən kimi ki, məsələn bu Z bizim daha birbaşa beynimizdə hansı mexanizm işləyəcək? Hə, bu mübtəda əvəzliyidir. Mübtədadırsa, mübtəda cümlənin önündə olur, orta və axırında ola bilməz. Bu formada sadələşdiririk mübtədamıza dair olan məsələni. Aha, sürətli formada davam eləyək. Hə, bir də balaca bir qaydamız var, Z əvəzliyi. Z əvəzliyində problem bilsin nədir? Əslində problem deyil. Biz deyirik ki, üçüncü şəxsin təki nədir? He, she, it. Düzdürmü? Yəni orada kişi cinsi də var, qadın cinsi də var, bir də cansızlar da var. Bunun cəm qarşılığı nədir? Z. Bizim beynimizdə belə formalaşır ki, Z yalnız insanları əvəzləyə bilər. Məsələn, mübtədam orada mənim the cars falan yazsa və yaxud da ki, the trees yazsa, ağaclar, nə bilim, maşınlar, evlər, bəzi şagirdlərimiz onu götürmür. Deyir ki, yox, Z yalnız canlını əvəzləyir. Xeyr, Z üçüncü şəxsin təkinin cəmidir. Yəni, he, she, itin cəm versiyasıdır. Orada he-nin də cəmi var, she-nin də cəmi var, itin də cəmi var. Yəni, canlı-cansız məsələsi yoxdur. Bütün isimlərin cəmlənməsində Z-yi verirəm. Yəni, belə bir sıxıntımız yoxdur. Okay, davam edirik. Şəxs əvəzləri yalnız ayrıcı suallarda cümlənin sonunda gələ bilir. Bu bir istisna qaydadır. Nə deməkdir? Deməli, bu bizə deyir ki, cümlənin növləri var. Təbii ki, nəqli, sual, əmr, nida. Düzdürmü? Və burada sual cümləsinin də öz yerində növləri var. Ayrıcı suallar, ümumi suallar, xüsusi suallar və s. Və bu sual tipi ayrıcı sual tipidir. Burada bir düstur var. Bir nəqli hissə və balaca bir düstur hissəsi. Burada nə verir? Köməkçi feil üstəgəl mübtəda. Bu yalnız bir istisnadır. İstisnalar qaydaları pozmur. Qalan bütün yerlərdə 99% mübtəda cümlənin arasında gəlir, önündə gəlir. Daha sonra isə davam edirik. Tamamlıq əvəzlikləri. Artıq biz tamamlıq deyilən şeyi bilmirik, tanımırıq. Daha doğrusu obyekt deyilən şeyi tanımırıq. Tamamlıq kimi tanıyırıq onu. Tamamlıq əvəzliyi kimi yadında saxlayıramsa, məsələ bitmişdir. O düsturu bir daha təkrar burada yazacağam. Mübtəda, üstəgəl xəbər, üstəgəl tamamlıq. Deməli, bunlar burada işlənirsə, eyni qaydalar burada da deyə bilərəm. Bu əvəzliklər xəbərdən sonra gəlir. Bu əvəzliklər cümlənin mübtədası ola bilmir. Cümlənin orta və axırında işlənə bilir. Bu formada bütün qaydaların hamısını cəmi cümlətani bir düsturla neyinirik? Hamısının başını bir yerdə bağlayırıq. Sonra davam edirik. Xüsusiyyətlərini tez göz gəzdirək. Deyək ki, cümlənin tamamlığı olur. Zaten biz bayaq düsturunu çəkmişdik. Cümlənin əvvəlində, yəni feildən əvvəl işləmir. Niyə? Çünki feildən əvvəl mübtəda işlənir, tamamlıq yox. Feildən sonra işlənməlidir. Feil dediyimizdə cümlə üzvü kimi xəbər gedir.
İki feil arasında yalnız tamamlıq əvəzli işlənə bilər. Bu nə deməkdir? Bir cümlədə bir neçə feil ola bilər. Amma bir dənə xəbər olmalıdır. Yoldaşlar, biz cümlə üzvü və nitq hissəsini qarışdırırıq. Ona görə buna diqqətlə qulaq asaq. Xəbər və xəbərdən sonra bir dənə feil işlənərsə ki, o da tamamlıq roluna çıxış edir. İki feil arasında yalnız və yalnız tamamlıq əvəzini işlədə bilərəm. Davam eləyək. Söz ölüyünə işlənə bilir. Niyə? Çünki söz ölüyü də zaten mübtədanın əvvəlində gələ bilmir. Mübtəda kimi çıxış eləmir. Xəbərdən sonra işləndiyinə görə bunun hamısı, bu bütün proseslər xəbərdən sonra baş verən proseslərdir. Aha, burada belə bir məqam var. Deyək ki, you və it həm mübtəda versiyada var, həm tamamlıq versiyamızda var ki, you, sən bu mübtədada da belədir, tamamlıqda da belədir. Deyim ki, buna dair belə kəskin bir fərqimiz varmı? Yox. Bizə testdə deməz ki, tap görüm öndə işlənən you nədir və yaxud da cümlənin ortasında işlənən you nədir? Elə bir sıxıntımız yoxdur. Sadəcə olaraq bunu qeyd edirik ki, biz görəndə hər ikisini çaşmayaq ki, yox, bu yalnız tamamlıqdır, bu yalnız mübtədadır. Belə bir şeyimiz yoxdur. Deyir, Salman və bütün cansız isimləri it ilə əvəzləyirik. Yəni, bütün təkdə olanlar, istəyir Saylan'da tək olsa, istəyir Salman'da olsa, itlə veririk. Həm canlı, həm də cansız, cəm isimləri isə zem. Yəni, onun cəm qarşılığını isə tamamlıqda nə ilə veririk? Zemlə veririk. Bəs mübtədada nə idi o? Zey. Bəs onun tamamlıq qarşılığı nədir? Zem. Bu kimi hallara diqqətlə fikir veririk. Sonra gəldik nəyə? Yiyəlik əvəzlərinə. Yiyəlik əvəzlərini yazıb ki, aslı və müstəqil forma. Burada da bir məntiq yürüdə bilərik. Yoldaşlar, aslı forma nə deməkdir? Aslı deyir ki, məndən sonra həmişə isim işlət. Müstəqil nədir? Müstəqil də deyir ki, məndən sonra isim işlətmə. Tamam, yəni bunu bu formada deyə bilərik ki, yiyəlik əvəzliyi bölünür iki yerə. İsimli və isimsiz. Fikir verin, isimli və isimsiz. Deyirsiniz ki, mən zaten asanlıqla bunu öyrənmək olur, aslı müstəqil. İmtahan elə bir situasiyadır ki, elə bir həyəcanlı bir prosesdir ki, o 3 saat ərzində. 3-ün üstünə 2 gəlib biz orada rahatlıqla 6 yaza bilərik. Bu bizim stresimizin verdiyi bir şeydir. Ona görə maksimum dərəcədə hər şeyi praktikləşdirib sizə verir ki, praktik olaraq öyrənin. Məsələn, mən aslı müstəqil, bəli, ola bilər, beynim də ona bilər ki, oyda görürsən, asıldan mı sonra isim gəlir, yoxsa müstəqildən. Mən bu əziyyəti çəkməmək üçün birbaşa deyirəm ki, yiyəlik əvəzliyi bölünür 2 yerə. İsimli və isimsiz. Zaten bu isimlidirsə, nə deməkdir? İsimli, yəni isim istəyir, isimsiz, isim istəmir. Bu qədər sadə və bəsit. Ona görə bugündən sonra biz aslı və müstəqil deyimlərini leksikamızdan çıxardırıq. Onun əvəzinə nəyə əlavə edirik? İsimli və isimsiz. Okey, gəlin də xıda-xıda qaydalarına baxaq. İsimli yiyəlik əvəzlilərim hansılardır? My, your, his, your, it, our, your, their. Bunlar bizdən sonra mütləq şəkildə isim istəyir. Bir dənə də məntiq yürüdək burada. Bunlardan sonra isim gəlirsə, mən bunları cümlənin sonunda yaza bilmərəm. Niyə? Çünki ən sona yazsam belə mütləq isim düşür. Yenə də hara baxsam cümlənin sonunda nə düşür? İsim. Deməli, burada qızıl qayda nədir? İsimli, yiyəlik, əvəzlikləri cümlənin sonunda yazılıb nöqtə qoyula bilməz. Məsələn, my-la, our-la, their-la belə bir cümlə bitənməz. Bəs bunların isimsiz versiyası olsa, məsələn, mine, bəli, ola bilər. Bunların tələbi yoxdur ki, məndən sonra isim yaz və yazma. Deyir ki, mən istəmirəm isim. O zaman cümlənin sonuna düşə bilər. Okey, davam edək. Deyir ki, aslı yiyəlik əvəzləri bəzən dilimizə mənsubiyyə şəkilçisi kimi tərcümə olunur. Tərcümə versiyasında we must protect our country. Biz ölkəmizi qorumalıyıq. Bu tərcümədə bizə lazım olan şeydir. Müstəqil forma ki, leksikamızda bu yoxdur. Nə kimi var? İsimsiz yiyəlik əvəzliyi kimi qəbul edirik. Fikir burada da üstünə xətt çəkib. İsimlini isimsizə çevirəndə nə edir? Əksərən S artırmaq yolu ilə bu proses baş verir. Yəni isimlilər, məsələn, our S artırdım, ours isimsiz oldu, yours isimsiz oldu, theirs isimsiz oldu. Bir dənə bu hissəyə fikir verək. My kökündən dəyişir, olur mine. Bir dənə bu mine'da baş verir. Qalanları eynidir. Bir dənə problem məsələn nəydə görsənə bilər? His. His isimlidə də his var, isimsizdə də hisdir. Yəni burada fərq yoxdur. Fikir verin, bu isimsizdə də hisdir. Yəni qalxa yuxarı, burada da hisdir. Deyirsiniz ki, oyda, onda bəs biz testlərdə necə tapaq ki, bu isimli yiyəlikdir, yoxsa isimsiz? Belə bir test formatı yoxdur, belə bir tələb yoxdur. His necə düşə bilər? Cins fərqi ilə. Məsələn, mübtədanı yazar Leyla, siz onu təbii ki də his verə bilməzsiniz. Mübtədanı yazar dostlar cəmdə his verə bilmərəm. Yəni, Əliyə his verərəm.
Yəni cins və kəmiyyətə görə fərq verə bilər. Yoxsa bizə belə bir sual tipi yoxdur ki, tap görüm cümlənin əvvəlindəki his müstəqil yiyəlikdirmi, yoxsa daha doğrusu isimli yiyəlikdirmi, yoxsa isimsiz yiyəlikdir. Belə bir şeyimiz yoxdur. Davam edelim. Deməli, aslı forma müstəqil isim. Bir də bunun yazılış forması. Burada demək istəyir ki, my student-ın oflu qarşılığını verə bilərəm. Verəndə də nə edirik? Biz bilirik ki, offla yazanda nə edirik? Tərs yazırıq. Yəni student-ı birinci yazırıq, my də gətirib bura yazırıq. İndi bu formada bir də ağ yerdə çəkim, bizə daha aydın olsun. Bu bizə artikelda da kömək eləyəcək. Deməli, yazır ki, my nə olsun? Student. Deməli, mən bunu offla yazmaq istəyirəm. Offla yazarkən bu formada dəyişimlər baş verir. My gəlir bura olur my. Deməli, mən burada my formasında yaza bilmərəm. Niyə? Çünki my özündən sonra isim istəyir. Mən bura my yazsam mütləq isim yazmalıyam. Deməli, isimsiz qarşılığı nədir? My və student gətirib yazdım bura. Burada bir dənə məsələ var. Fikir verin. Deməli, bu düsturu yazaraq mən artiklada biraz getmiş olam. Necə? Burada student sayılan təkdir. Biz isim dərsində ilk dərsdə öyrənmişik ki, sayılan tək ismin qarşısı heç zaman boş ola bilməz. Ya en artikel yazmalısınız, ya rəqəm yazmalısınız, ya da z artikel yazmalıyıq. Fikir verin, bura boşdur. Amma mən bunu bura gətirəndə artıq burada yazmalıyam. Nədir buradakı sir? İki halda sayılan tək ismin qarşısında artikel olmayacaq. Bir, əvəzlikdən sonra sayılan tək isim gələrsə, ikinci, yəlik haldan sonra. Məsələn, desək ki, Əlinin maşını, Əli apostrof s, kar yox, kar deyəcəyik. Ona görə bu artıq bura gələndə azad olmuş olur. Qabağında bir maniyə yoxdur. Mütləq şəkildə nə etməliyəm? Artikel qoymalıyam. Bəs qoymasam nə olacaq? Təbii ki də yanlış olacaq. Yəni, my student qarşılığı a student of mine. İkisinin tərcüməsi eynidir. Mənim tələbəm, mənim dostum mənasındadır. Davam edək. İç məsələlərinə baxaq. İç məsələsində nəyə fikir vermək istəyirəm? Yoldaşlar, bizim 3 dənə itimiz var. Bizə dəqiqə, o ağ yer bizə kifayət edir. Deməli, 3 dənə itimiz var. 1, 2, bu da 3. Bu hissəyə çox diqqətlə fikir verin. Buradakı itlə bağlı nə problemimiz var? Heç bir problemimiz yoxdur. Bu həm mübtəda əvəzliyidir, həm tamamlıq əvəzliyidir. Çünki şəxs əvəzinin içindədir. Deməli, cümlənin başında da gələr, ortasında da gələr, axırında da gələr. Heç bir sıxıntı yoxdur. Sıxıntı nə ola bilər? Cins və kəmiyyət. Yəni, mənim mübtədam Əli yazsa, mən onu itlə əvəzləyə bilmərəm. Mənim mübtədam dostlar yazsa, mən onu itlə əvəzləyə bilmərəm. Cins məsələsində cansız olmalıdır. Kəmiyyət məsələsində tək olmalıdır. Yəni, itlə bağlı bizim yaşaya biləcəyimiz maksimum sıxıntı budur. Sonra gəldi içsə. İçdən sonra mütləq şəkildə nə olmalıdır? İsim. Yəni, için isimsiz versiyası yoxdur. Bu bir qanundur, aksiomadır. Sonra gəldim it apostrof s-ə. Yoldaşlar, it apostrof s-in asılışı nədir? It is deməkdir. It is nədir? Mübtəda və xəbər. Gəlin, bu məntiqlə yola çıxaq. Deməli, əgər bu mübtəda xəbərdirsə, cümlə zaten mübtəda xəbərlə başlayır. Cümlənin ortasında və axırında sizcə it apostrof s qoya bilərəmmi? Xeyr. Niyə? Çünki bir cümlədə yalnız bir xəbər olmalıdır. Mən cümlənin ortasına yazsam, cümlənin öz xəbəri 1, apostrof s-dəki is 1 olur və yaxud da cümlənin axırında. Burada bir dənə qızıl qanun var. Cümlə it apostrof s-ilə başlamalıdır. Yəni, it is-lə başlamalıdır. Məsələn, nöqtə yazır ki, dangerous. Bu cümlənin mübtədası da yoxdur, xəbər də yoxdur. Deməli, birbaşa nə yazacağıq? It is dangerous yazacağıq. Bunun özəlliyi cümlənin həmişə önündə, yəni mübtəda xəbər yerində işlənməsidir. Bunun özəlliyi mütləq özündən sonra isim istəməkdir. Bunun özəlliyi cins kəmiyyət. Yəni, verdiyi mübtədaya fikir ver ki, cansız olsun. Verdiyi mübtədaya fikir ver ki, təkdə olsun, cəmdə olmasın. Bu qədər sadə. Davam edeyim. Bunlar bizim danışdıqlarımızdır. Çox da vaxt itirməyək. Deyik ki, qayıdış əvəzlikləri. Qayıdış əvəzlikləri hansılardır? Selflə düzəlir təkləri, cəmləri isə selflə düzəlir. Yəni, fıv əvəzlənməsi baş verir. Bəzən bunu görəndə şagirdlər deyir ki,
biz bunu isimdə keçmişdik, bəs o ismə aid deyil. Xeyr, bu bizim bildiyimiz bəsit orfoqrafiya qaydasıdır, yəni yazı qaydasıdır. FV əvəzlənməsi, YE əvəzlənməsi. Burada məsələ nədir? Mən niyə görə, nəyə görə daha doğrusu qayıdış əvəzliyini qoyacağam? Mübtədaya görə. Mübtədam nədirsə, qayıdışım da odur. Mübtədam V-dir, qayıdışım ourselves. Mübtədam I-dır, qayıdışım myself. Mübtədam məsələn she-dir, qayıdışım herself. Yəni, bu qədər bəsit. Mübtədaya görə qoyuruq. Bəs yaxşı, buradakı can alıcı yer nədir? Testlərdə səhv düşən şey nədir? Və yaxud da ki, çox düşən şey. Birincisi, əmr cümlələrində qayıdış əvəzlikləri fərqlidir. Necədir? Əmr cümləsində ilk öncə məntiqini tutmalıyıq ki, əmr cümləsi nədir? Əmr cümləsi normal nəqli cümlə mübtəda ilə başlayır, amma əmr cümləsi feillə başlayır. Feillə başlayırsa, bəs hansı şəxslərə əmr, istək, xahişimi bildirirəm? Məsələn, deyirəm yaz, mən yaz, maraqsızdır. Deməli, birini tək ola bilməz. Biz yaz, deməli, bizə necə şey eləyim? Sən yaz, deməli, bu qarşı tərəfə olan bir şeydir. Sən yaz və siz yazın. Ona görə də bu məntiqdən irəli gəlirik ki, əmr, xahiş, istək qarşı tərəfə olduğuna görə, qarşı tərəfdə ikinin təki və cəmi olduğuna görə, əmr cümləsində yourselves və yourself, yəni təki də, cəmi də, nəyin? İkinin təki və ikinin cəmi. Digərləri ola bilməz. İstisnalar varmı? Məsələn, var. Let us olarsa ourselves orada deyə bilərik. Ki, o da istisnadır, qaydanı pozmur. Fikir verdik ki, write the task yourself. Yaz, kim? Sən özün. Bəs cəm necə ola bilər? İndi tək mi qoyum, cəm mi qoyum? Bunu necə seçim? Xitabdan. Mənim xitabımda desək ki, uşaqlar, məsələn, children, write the task yourselves. Niyə? Çünki children cəmdədir, ona görə də yourselves verəcəm. Amma burada bir xitab yoxdur və burada və yaxud da ki, xitab təkdir. Deyirəm, oğlan və yaxud da ki, dostum, yoldaşım. Bu formada tək desəm tək olacaq, heç olmasa tək olacaq. Yalnız yourselves-i qoymaq üçün xitabın cəm verməlisən ki, mən bilim ki, bu xitab cəmdir ki, mən ona cəm veririm. Normalda tək veririm. Və burada bizim ifadəmiz var. Nə ifadəsidir? Not only but also both and. Deyir ki, bir dənə cümləyə fikir verin. We like not only the country itself, but also its people. Mən burada nəyə görə qoydum, yoldaşlar? Burada normalda mübtədaya görə qoymalıyam. Xeyr. Bu ifadə varsa, not only-dən sonra gələn ismə görə, yəni country-yə görə, bura bir dənə qayıdış qoyacam, burada bir dənə nə qoyacam? Gəlik hal. Fikir verirsiniz, 1, 2. Yəni, buradakı söhbət country ilə bağlıdır. Ona görə itself və its cavabı verir. Deməli, 2 dənə qayıdışa dair qaydamız oldu. 1, əmr cümləsi, 2, not only, but also bir də both and qaydası oldu. Bu qədər sadə. Bunlar hamısı çox fikir veriləsi məqamda ehtiyatlı olun. Həbdə bayaq bizim dediyimiz let us məsələsi ola bilər istisnadır. Yəni, zaten bu kütləvi bir hal deyil. Gəldik nəyə? Qarşılıq əvəzliyinə. Qarşılıq əvəzliyimiz hansıdır? İç azə və ənazə. Rəqəmsal baxımından rəqəm verə bilərəmmi? Bəli. İç azə 2 nəfər arasında bir-birinə deməkdir. Van ənazə isə 3 və 3-dən daha çox. Bu mənim nəyimə lazımdır? Ola bilər cümlə başlayır ki, Ted and Tom. Avtomatik olaraq nə verəcəm? İç azə. Və yaxud da ki, Ted, Tom and friend. Ona görə Ted, Tom və onun dostu 3 nəfər olur. Van ənazə. Bunların qızıl qaydası nədir? Qızıl qaydası, bunlar müstəqil şəkildə mübtəda olduğuna görə özündən sonra isim istəmir. Bunu net olaraq qarşılığın qızıl qaydası kimi qeyd edə bilərsiniz. Ki, iç azə, van ənazə özlərindən sonra isim istəmir. Bir də bunların yəlik versiyaları var. Onda necə olacaq? İç azə, van ənazə, apostrof, s-nə. Bəli, bu zaten yəlik hal isimə aiddir. Onda qaydası nədir? Apostrof s-in yəlik olması üçün özündən sonra isim gəlməlidir. Yəni, bunun əvəzli aidiyyəti yoxdur. Bunun ismi yəlik halına aidiyyəti var. Deməli, apostrof s qoysam, isim yazmalıyam. Olmasa, iç azə, van ənazə özündən sonra isim gətirməyəcək. Bəs burada digər bir belə deyək də, bizim yadda saxlamalı, önəm verəcəyimiz məqam nədir? Yoldaşlar, bəzən testlər, bəzən yox. Biz elə bilik ki, yalnız savadla testi tapa bilərik. Xeyr, diqqət və mexaniki yaddaş. Məsələn, biz iç azə, van ənazə görəndə fokuslanırıq ki, bitdi, iç azə 2 nəfər, van ənazə 3 və daha çox falan.
Orada xırda bir şey var. Nə var? Yazır ki, iç ənazə. Belə şey yoxdur. Van azə. Belə şey yoxdur. Van ənazə esi birləşdirir, apostrof yazır. Belə şey yoxdur. İç azə esi birləşdirir, apostrof yazır. Belə şey yoxdur. Yəni yazılışlara fikir verin. Biz bunun təyinləyici qaydasında da demişdik ki, məsələn, a lot of, bəli var, amma a lots of yoxdur. Sonra deyir ki, lot of yoxdur. Nə var? Lots of. Yəni bunlar mexaniki yaddaşlardır. Yəni sadə bəsit qaydalar. Ona görə diqqətlə fikir veririk. Gəldik işarə əvəzliyimizə. İşarə əvəzliyimizə zaten rahatdır. This yaxında təkdə bu cəm versiyasında these cəmdə bunlar. Z təkdə all cəmdə those. The same bir də saç məsələsi. Saçı biz zaten təyinizdə demişik. Çox da belə uzun-uzadı danışıb videonu uzun tutmayacağım. Saç özündən sonra isim istəyir, sonra sifət ismi istəyir və orada bir dənə qızıl qayda isim sayılan təkdirsə artikel qoy. Məsələn, saç boy səhvdir. Nə olmalıdır? Saç boy olmalıdır. Yəni eyni qoymadımsa məsələ bitdi. Bəs saç hansı konstruksiyalarla işlənə bilər? Saç elotov ola bilər, saç lotsov ola bilər, saç plentov ola bilər. Bəli. Saçla bağlı bu qədər. Seyimdə məsələ nədir? Sam başqa şeydir, seyim başqa şeydir. Bax burada A ilə yazılır. Seyimin bir dənə qaydası var. Mütləq şəkildə nə ilə yaz? Z ilə. Bu da bitmişdir. Yəni Z-siz seyim mümkün deyil. Deməli, ziz işarə əvəzliyi zaman və məkanlara yaxın. Bizim bayaq dediyimiz ki, yaxın olarsa ziz qoyacağım, uzaq olarsa z qoyacağım. Sürətli şəkildə davam edək. Burada uyğunlaşmalar məsələsi var. Məsələn, that pretty girl. Uyğunlaşma nədir? Yoldaşlar, girl sayılan təkdir. Təkdədirsə, mən bura those verə bilmərəm. Nə verməliyəm? That verməliyəm. Amma testlərdə nə edəcək? Yazaq ki, those pretty girl təkdə. Səhvdir. Bu bir. İkincisi, bəs başqa bir necə tapa bilərəm ki, yəni mən burada this mi qoyum, that mi qoyum? Belə bir nüans var. Fikir verin, bax orada gördüm. Over there. Over there nə deməkdir? Zaten bunu tərcümə eləsək tapa bilir. Yəni buna əlavə qayda lazım deyil. Deyək ki, over there, orada. Orada ilə that və those işlədərəm. Amma desək ki, over here, burada. Burada olarsa, over here olarsa this, onun cəm versiyası these. Over there olarsa that, onun cəm versiyası those işlədə bilərəm. Davam edirik. Aha, bu bayaq bizim danışdığımız saç məsələsidir, artikel məsələsidir, vurğulanır. Sonra bəzi test nümunələrində altına xətt çəkilmiş isim əvəzliklə əvəz etmək tələb olunur. Və belə testlərdə şəxs və tamamlıq əvəzlikləri tələb olunursa, cümləni düzgün tərcümə etmək lazımdır. Bizə niyə görə deyib cümləni düzgün tərcümə elə? Çünki mən bunu əvəzləyəndə görüm yerinə nə qoyacam. Məsələn, test verib bunu və biz bunu tərcümə edib nə etməliyik? Əvəzlik yazmalıyıq. Məsələn, yazırıq ki, the police. The police mübtədadır. Təkdirimiz mübtədadırsa, deməli ağlıma gəldi nə? I, you, he, she, it, we, you, they. Okay. Bunu qoydum qırağa. Bəs bu təkdirmi, cəmdirmi? Mən bundan nə yazacağam? Cəmdir. Okay. Deməli, polisi əvəzlədim Z ilə. Sonra gəldim thief, oğru. Oğrunun əvəzinə nə idi? Him də yaza bilərəm, hör də yaza bilərəm. Yəni bu cins bəlli olmadığı üçün zaten testdə bu ikisindən birini verəcək bizə. Bu qədər sadə. Sonra görək bizə başqa nə var? Okay, gəldik çatdıq nəyə? Qeyri-müəyyən əvəzliklərinə. Qeyri-müəyyən əvəzliklərindən bizə tanış olanları var. Məsələn, few, a few, little, a little, biz bunları quantifiers dərsində, yəni təyinləyicilər dərsində keçmişik və sürətli formada keçmək olar. Məsələn, a few özündən sonra cəm isim istəyir. Aralarındakı tərcümə fərqi var. Biri azdır, biri çoxdur. Few az deməkdir, məsələn deyirəm. Few 2-dirsə, a few 3-dür. Little, a little məsələsində little bu qədərdir, amma a little ondan biraz çoxdur. Bu formada keçdik. Some, any, much, many, one, once məsələsi. Bəli, much, many də biz quantifiers'də eşitmişik. Deyir ki, many özündən sonra cəm isim istəyir. Much özündən sonra sayılmayan isim istəyir. Okay, bunları keçdik. Bizə lazım olan əsas some, any məsələsidir. Niyə? Çünki orada diqqət olunması nüanslar çoxdur. Deyir ki, some, any əvəzləri bir neçə, bəziləri biraz bir qədər deməkdir. Əsasən təsdiq cümlədə işlənir. Baxın, biz yavaş-yavaş istisnaya gəlirik. Samı gördük, beynimizdə vururuq ki, bu yalnız təsdiqdə işlənir. Yox, burada istisna var.
İki hal var ki, həm sualda yaza bilərəm, həm inkarda yaza bilərəm. Davam eləyək. Deməli, bu bizim normal dədə-baba qaydasıdır. There is some information about it. Hə, bəs bunun inkar qarşılığı nədir? Any. Biz deyirik təsdiqdə some işlənir, sual inkarda any işlənir. Məsələn, any'nin də öz istisnası var. Biz onu təsdiqdə işlədə bilərik. Some'ın da öz istisnası var. İndi bir-bir baxaq. Some any oflu konstruksiyada var. Məsələn, some'dan sonra information sayılmır, some'dan sonra cəm isimlə gələ bilər. Biz bunu təyinizdə eşitdik ki, təyinizdə belə bir qayda var idi, qrup var idi. Həm cəm, həm də sayılmayanlar. Some any onun içərisinə daxil idi. Amma problem buradadır ki, əgər bura of yazırsansa, some of, any of yazırsansa, bunlardan sonra cəm isim, cəm xəbər gələcək. Yəni biz ora tək yaza bilmirik. Əvəzləyir belə təkdə qoyacağıq. Okay. Məsələn, burada niyə görə sama z və yaxud da n-yə z verib, üstündən xətt çəkib? Onun bir səbəbi var. Biz yadımıza gəlirsə, dərsin önündə my friend məsələsində dedik ki, iki halda article işləməyəcək. Bir, əvəzlikdən sonra, iki, nəydən sonra? Yəlik haldan sonra, apostrof esli. Və burada fikir verin, some birbaşa z gələ bilməz. Amma deyərsiniz ki, burada yazdınız axı, bu birbaşa deyil ki. Burada nə var? Of. Some of the scientist. Bu başqa bir şeydir. Burada of var, amma birbaşa gələ bilməz. İki dənə istisna var ki, biri oldu, biri boşdur ki, bəli, bunlar özündən sonra z gətirə bilər. Məsələn, all students da deyə bilərəm, students da deyə bilərəm, all the students da deyə bilərəm, fərqi yoxdur. Orada sadəcə olaraq tərcümə fərqi var. All students deyəndə bütün şagirdlər, mən bilmirəm hansı şagirdlərdən danışır, amma all the students olanda, bəli, məlumdur. Sonra davam edirik. İsimsiz işlənmə halları. Aha, burada yüngül var, biraz ölçü məsələsi oldu. Okay, davam edək. İsimsiz işlənmə halları. Deyir ki, nə zaman, məsələn, bu formada işlənə bilər? Nə deməkdir bu? İngilislərin çox gözəl bir qaydası var. Nədir o qayda? Yoldaşlar, deməli, burada əgər əşya, şəxs fərq eləmir, danışılan bir şey, speaker and listener, danışana və dinləyənə məlumdursa, bu bilinirsə, deməli, ikinci dəfə adı çəkiləndə bunu biz ata bilərik. Zaten kontekstdən tərcümə edəndə bu üzə çıxır. Deyir ki, please give her some money. Deyir, zəhmət olmasa ona biraz pul ver. She hasn't got any. Onda yoxdur. Onda nə yoxdur? Pul. Hardan bildim? Deyir, buradan. Deyirəm, axı ona biraz pul ver. Onda pul yoxdur. Demək, any'dən də sonra boş gələ bilər, some'dan da sonra boş gələ bilər. Orada boş gəlmə səbəbi nədir? Oradakı ismin danışan və dinləyənə məlum olmasıdır. Hardan? Birinci cümlədə. Bu qədər sadə. Okay, əvəzliklə işləmə halı. Baxaq görə burada nədir? Some of, any of məsələsi. Some of, any of-dan sonra birbaşa isim də gələ bilər. Məsələn, şagirdlərin bəziləri. Some of the students ola bilər. Mən orada ismi yerinə əvəzliklə yaza bilərəm. Çox sadə və primitiv. Yəni, burada dəyişən bir şey yoxdur. Zaten buraya yazsam da cəm əvəzliyi yazacam və cəm xəbər yazacam. Bunu niyə görə deyirəm? Bəzən abituriyentlər öyrəşiblər ki, some of-dan, any of-dan sonra ancaq isim gəlməlidir. Xeyr, əvəzlik də gələ bilər, isim də gələ bilər. Yetər ki, cəmdə gəlsin. İsim gələrsə z artiklı qoyuram. Some of the students, the-ni yazmadımsa, məsələ bitmişdir, səhv olacaq. Aha, burada belə bizim yüngül var, əlavələrimiz var. Deyir ki, əlavə nədir? Yəni, istisnalar var. Some təklif xahiş mənasında qarşı tərəfə nəyisə bir şey təqdim etmək mənasında olarsa, sual cümləsində işlənə bilər. Would you like, could I have, ala bilərəmmi, verə bilərsənmi, nəzakət xatirinə. Ona görə yalnız bu konstruksiyada başqa bir şeylər də yoxdur. Would you like, istərdinizmi və yaxud da ki, can I have, could I have, ala bilərəmmi. Yəni, bunlar nəzakət formasındadır deyə sual cümləsində any yox, nə işlədəcəm? Some işlədəcəm. Daha sonra gəldim inkar qaydasına. Bəs nə zaman mən samı inkarda işlədə bilərəm? Yalnız bir halda. Mübtədanın təyini olarsa. Bu mübtədadır. Students, sam nədir? Təyin. Mübtədanın qarşısında olarsa. Yəni, bir növ mən bunu necə yadda saxlayıram. İnkarlıq burada nədir? Don't like, düzdürmü? Okay. Deməli, bu hissədən sonra inkar zona başlayır. Yəni, bura qədər müsbət zonadır. Yəni, some students. Hələ ki, mən bilmirəm ki, bu inkardır yoxsa yox. Hə, bura gəlib çatanda bildim ki, cümlə inkara çevrilir. Deməli, bu tərəf inkardır, bu tərəf təsdiqdir. Ona görə bu qaydaya əsasən some student, bax, bura təsdiq zonadır.
Bu təbii ki də bir lori bir yoldur, yəni bu bir qayda qanun deyil. Sadəcə necə alınır daha rahat saxlayıram. Demək bu hissə təsdiqdir. Bura sam yazıram. Eni yaza bilmərəm. Və buradan o tərəfə inkar olduğuna görə burada isə eni yazacağam. Sam yazamayacağam. Təsəvvür edirsiniz, cümlə eyni cümlədir ha. Məsələn, some students don't like mathematics. Düzdürmü? Mən bu mathematics-i atım. Mən burada sam yaza bilmərəm. Niyə? Çünki samın yeri başdır, baş, mübtədanın təyini. Yəni bu təsdiq hissə. Buradan keçdimi, orada olacaq nə? Eni. Bu qədər sadə. Davam eləyək. Bu kimi sözlərə fikir verin. Bu da nəyin qaydası olacaq? Eninin qaydası olacaq. Biz deyirik ki, eni sual və inkarda işlənir. Bu, bunun ana qaydasıdır. Bəs təsdiqdə nə zaman işlənir? Hardly, scarcely, bir də barely ki, bunlar cümləni tamamilə inkara çevirir və without-un düz yanında işlənərsə, bu da eni işlədirəm və cümlə if-lə başlayarsa, mən yenə də eni işlədirəm. Bu 2, 4, 5 dənə hala çox diqqətlə fikir veririk. Bununla biz yenə də rastlaşacağıq inkar cümlələrdə və yaxud da ki, inkarla bağlı nəyisə izah eləsək, bu üçü yenə qabağımıza çıxacaq. Bu heç. Hətta zamanda da var, bitmiş zamanlarda işlənir. Davam eləyək. Məsələn, if anybody, və göz if-lə başladı, məsələ bitdi. Without-un düz yanında, without olan cümlədə yox, yanında. Hard üçün fərq eləmir, hard cümlələri tamamilə inkara çevirir. Gəldik nəyə? Mark made feel little. Burada dayanmaq istəmirəm, çünki zaten biz əvəzlilik dərsinə qulaq asırıqsa, biz artıq isimdə keçmişik, təyin də keçmişik, sifətdə keçmişik və bayaq məlumat verdim. Aha, bu hissəyə bir dənə fikir verək. Deyir ki, one və once məsələsi. Bu həm saydır, həm əvəzlidir. Bir ismi təkrarlamamaq üçün özündən qabaq bu ismin adını çəkmişəmsə, təkdədirsə one yazacağam, cəmdədirsə once yazacağam. Məsələn, jeans. Jeans cəmdədir. Okay, better once mənasında. Çox bitdi. Başqa bir əlavəsi falan yoxdur yəni. İndi isə gələk digərlərinə, one of məsələsinə. One of gəlirsə, bir dənə onu unutmayın da. Mütləq şəkildə burada gəlir cəm isim və tək xəbər. Bəzilərində bu cəm isim, cəm xəbər kimi olur. Məsələn, some of, any of. Yəni, bu hamısına şamil olunmur. One of cəm isim xəbər təkdə olmalı. Xeyr, bu cəm isim, məsələn, şagirdlərdən biri mənasında verir. Aydındır. Ona görə xəbər hissəsinə çox diqqətlə fikir verin. One of-dan sonra cəm isim gəlsə, xəbər təkdə olmalıdır. Fərq etmir. Və mütləq of varsa, ofla ismi direkt mən yan-yana işlətmirəm. Ofla isim arasında article, yəni təyinizi gəlməlidir. The boys məsələsi. Daha sonra əvəzli olanda problem olmur. Məsələn, one of zaten article isimə aiddir, əvəzliyə aiddir. One of them yaza bilərəm, zaten xəbər nədir, təkdir. Gəldik törəmə əvəzliklərinə. Törəmə əvəzlikləri nə deməkdir? Yoldaşlar, törəmə əvəzlikləri some'dan, any'dən, no'dan, every'dən törəyən əvəzliklərdir. Məsələn, one, body, sing, where. 4 dənə əvəzliyi nəyə artırsam, ondan törəyəcək. Məsələn, somebody, someone, something, somewhere, everybody, everyone, everything, everywhere, anybody, anyone, anything, anywhere, nobody, no one, nothing, nowhere. Yəni, bunlar bizim törəmələrimizdir. Törəməyə dair bir dənə düstur yazsam, necə olar? Məsələn, belə. Yazıram ki, T, 1, 2, 3 dənə ox qoydum. Birinci oxum nədir? Törəmədən sonra isim gəlməz. Okey, yazıram isim. Törəmədən sonra of gəlməz. Bəli. Bəs törəmədən sonra xəbər nədir? Təkdədir. Şo? Bu qədər bəsit. 3 dənə qaydanı yadınızda saxlayın. Məsələ bitmişdir. Zaten sam deyəndə bunun ana qaydası nə idi? Sam. Samdan törəyib də, düzdürmü? Sam nədirsə, samın da törəmələri odur. Məsələn, someone, somebody, something, somewhere. Yəni, təsdiqdə işlənir. Eninin ana qaydası nə idi? Sual inkarda işlənməkdir. Bəli, bunlar da sualda inkarda işlənir. No. No-nun qaydası nədirsə, bu da həmin qayda ilə davam edir. Bu 3 dənə ana qaydadır ki, buna mütləq şəkildə nə edirik? Fikir veririk. Aha. Davam edək görək, burada başımıza nə iş gələcək. Bizim bayaq dediyimiz qaydalardır. Xəbər həmişə təkdə olur. Onu düstur, sxem kimi ona görə çəkdim ki, sxem və praktik üsulla öyrənəndə daha yaxşı yadda qalır. İsimlə işlədirmir, bəli, özündən sonra isim gəlmir, özündən sonra of gəlmir. Bu əvəzliklərdən sonra else işlənə bilər. Else-i biz harada öyrənmişdik? Təyinli izlər dərsində. Else-dən sonra isim gəlməz. Bəs else özü nəydən sonra işlənər? Törəmə əvəzliklərindən sonra.
Məsələn, somebody is özündən sonra isim olmaz. Sam əvəzinin törəmələri. Sürətli formada keçək, eyni şeylərdir. Eyni əvəzinin törəmələri kimsə. Yəni anybody, anyone çox verilən suallardadır ki, eyni body ilə anyone arasında nə fərq var? Heç bir fərq yoxdur. Zaten ikisində varsa ikisini götürə bilərik ki, heç vaxt ikisini bir yerdə verməyəcək. Sonra deyək ki, eyni və törəmələri inkar cümləsində mübtəda ola bilmir. Baxın, burada bir dənə məsələ var. Samın ana qaydası təsdiqdə işlənməyidir. Törəmələr də deyir ki, biz əsas qayda nəticə onunla gedirik. Yəni, biz təsdiqdə işlənirik. Amma sam sual inkarda işlənə bilər, düzdürmü? Törəmə işləmir. Törəmə deyir ki, ana qayda nədirsə, mən onu işlədəcəm. Və yaxud da ki, eyni. Eynin ana qaydası odur ki, sual və inkarda işlənmək, düzdürmü? Amma bəzən təsdiqdə də işlənə bilir. Bəzən, istisna halda. Törəmələr deyir ki, biz istisna hala baxmırıq, neyinirik? Sualda inkarda işlənirik. Və bu kimi if və eyni məsələsi var. Bir dənə fikir verin, bunu qabaqda, bax, bu çox önəmli bir məqamdır, son anda gözümə sataş gəldi. Cümlə inkardır. Okey. Amma biz demişdik ki, bax, bu hissə, cümlə hardan inkara çevrilir? Bax, bu doesn't-dan. Deməli, bura qədər cümlə təsdiq olduğuna görə, mən burada en və enin törəməsini işlədə bilmərəm. Amma buradan sonra, bu hissədə, bəli, en və enin törəməsini işlədə bilərəm. Və mən burada samı qoya bilmərəm. Bu bizim bayaq samda dediyimiz istisna qaydaydı. Ona fikir verdik. Aha, gəldik every əvəzliyinin törəmələrinə. Burada da belə, yenə deyək, ümumi qaydalardır. Özündən sonra isim gəlməz, özündən sonra of gəlməz, xəbər təkdə olmalıdır və s. Aha, törəmələrdən sonra of gəlməz, bu bizim dediyimiz qaydalardır. No əvəzlik yenə də eyni qaydada gedir. Sadəcə burada bir dənə belə bərabərliyimiz var. Bərabərliyə fikir verin. Məsələn, deyək ki, nobody nədir bu? İnkarda anybody qarşısına not atılmış versiyasıdır. Not anybody. Yəni, eyni şey deməkdir. Məsələn, no one, not anyone. Niyə? Zaten bunlar inkar istəyir. Bu formada bir-birinə bərabərliyi var. Gəldik ən böyük qaydaların birinə. Təyin əvəzliklərinə. Təyin əvəzliklərindən all, either, neither, other, others, the, other, the, others, both, every, each, another. Bundan da biz yekunlaşdıracağıq. Gələk nəyə? All, both. All, both deyəndə bizə lazım olan qısa konkret nədir? 1. Əvəzlikdən sonra artikel gəlmir, amma all-dan, both-dan sonra z artikel işlənə bilər. All the students, both the students. Ortaq qaydalar nədir? Ortaq qaydası odur ki, hər ikisindən sonra cəm isim gəlir. Amma all-da bir dənə məsələ var. All-dan sonra sayma isim də gələ bilər. Both-dan da sonra cəm isim gəlir, all-dan da sonra cəm isim gəlir. Okey, xəbərdə cəmdə olur. Tamam, bu da normaldır. Bəs burada say məsələsi var. Əgər cümlədə, məsələn, variantları atmışam, əlimdə 2 dənə variant qalıb. Bir both, bir all. Baxıram ki, ikisi düzdür, nöqtədən sonra cəm isimdir. Amma orada 2 nəfərdən danışsam, məsələn, Əli və Vəli, mən orada all deyə bilməyəcəm. Mən orada both deyəcəm. Amma orada desək ki, students, friends, teachers, orada mən all deməliyəm. Aydındır, bu kimi xırda bir nüansımız var. Gəlin görə burada bizim qabağımıza nə çıxır? All birbaşa isimlə işlədir. Bəli, all people, all information, artikelən də ola bilər, the ola bilər. Both da həmçinin. Both'un bir dənə all-dan fərqi ondadır ki, all-da həm cəm, həm də sayılmayan isim işlənir. Amma both'da o yoxdur. Both'da birbaşa özündən sonra cəm isim istəyir. Yəni, orada sayılmayan məsələsi ola bilməz. Hər iki əvəzlik ilə isim arasında z artikel işlənə bilir. Bəli, all the friends, both the friends. Ola da bilər, olmaya da bilər, fərqi yoxdur. Hər iki əvəzlik ilə isim arasında of sözünü işlənir. Bəli, all of, both of, burada eyni şeydir. Z artiklı, bunu vurğulamalıyıq. Z artiklı, cəm isim, xəbər, cəmdə. Fikir verirsiniz, were. Məsələn, düsturdur. Birinci buna fikir verməliyəm, sonra buna fikir verməliyəm, sonra buna fikir verməliyəm. Bu cəm, bu da cəm. Bu cəm, bu da cəm olmalıdır. Hara getdi? Burada. Yəni, burada z-siz yazsam, məsələ bitmişdir. Yəni, z yoxdursa, testimiz səhvdir. Çünki of birbaşa isimlə yan-yana gələ bilmir. İsimsiz işlənmə halı. Baxaq görək necə işlənir. Bayaq biz demişdik ki, yoldaşlar, əgər orada danışılan şey məlumdursa, o zaman ata da bilərəm. Və olda belə bir məqam var. O, həm insanı əvəzləyə bilir, həm əşyanı əvəzləyə bilir. Əgər ol
insanı əvəzləyirsə, bu can alıcı məqamdır. Buna çox diqqətlə fikir verin. Ol insanı əvəzləyirsə, xəbər cəmdə olur. Bir dəqiqə. Ol insanı əvəzləyirsə, xəbər cəmdə olur. Ol cansızı əvəzləyirsə, xəbər təkdə olur. Məsələn, deyirəm ki, all nöqtə present in the party. Yəni, insan partidə iştirak edir, yoxsa əşyalar, deməli insan. Deməli, orada nə yazacam? All are present deyəcəm in the party. Okay. Niyə? Çünki canlıdır deyə are yazıram. Cansızdır deyə nə yazıram? Is yazıram. Hər şey buradadır, hamı buradadır. Yəni, sırf tərcümədən tutdum. All were present. Buranı bizə boş qoyacaq. Və bu were hissəni nöqtə ilə yazacaq. Deyəcək, tap görüm ora tək mi qoyum, cəm mi qoyum? Okay. All were, present-a görə iştirak edir, insan olur deyə were yazıram. Bu qədər sadə və bəsit. Bu çox verilən suallardandır. Boşda belə bir problem var, yox. Boş zaten canlı söhbət yoxdur. Boş direktman xəbər cəmdə gəlir. Olda var, boşda yoxdur. Aha. Burada bərabərliklərini yazır. Məsələn, we all bərabərdir all of us. Yəni, we oflu konstruksiyanı ikinci tərəfə keçir və bu mübtəda əvəzli olduğuna görə sonlarda işlənə bilməz. Öndə işlənə. Ona görə keçir tamamlıq əvəzliklərinə. Burada isə mübtəda əvəzliyidir. Baxaq görə başqa bizim nəyimiz var? Hər iki əvəzlik üç halda işlənir. İsimli, isimsiz və yaxud da ki, əvəzlikdir. Burada bir problem yoxdur. Hər iki əvəzlik birbaşa Z artıqla işlənə bilir. Bayaq dedik, all the student, students, all students. Bundan da ola bilər. Oflu konstruksiyandan da ola bilər. İsimlə də ola bilər, isimsiz də ola bilər. Aha. Görə fərqli bir nə var burada bizim demədiyimiz. Oldan sonra isim gələrsə xəbər isimlə uzlaşır. Baxaq görə bizə nə deyir? Deyir ki, oldan sonra isim gələrsə xəbər isimlə uzlaşır. Niyə? Çünki oldan sonra canlı isim də gələ bilər, cansız isim də gələ bilər. O zaman nə etməliyəm? Mən mütləq şəkildə ola fikir verməliyəm. Əslində mən sizə bir qəşəng bir düstur çəkərəm. Çox diqqətlə fikir verin. Deməli, bizə burada bir boş yer lazımdır. Nəyə görə? Belə bir sizə düstur çəkeyim. Deməli, olla bağlı. Ol, bir ox, bu da ikinci ox. Cümlədə həm mübtəda olur, həm də təyin olur. Tamam, mübtəda kimi necə çıxış eləyəcək, təyin kimi necə çıxış eləyəcək. Əgər oldan sonra, ol təyin nə deməkdir? Ol o zaman təyin olur ki, özündən sonra isim gələrsə. Əgər oldan sonra cəm isim gələrsə, bax, cəm isim gələrsə, xəbər cəmdə olacaq. Yox, tək isim, yəni tək isim necə gələ bilər? Sayılmayan isim gələrsə. Tamam, istəyirsiniz bunu lap dəqiq yazın. Sayılmayan kimi yazım ki, sual verəsi ki, mənim burada necə baş verir? Deməli, burada cəm isim yazıram. Burada sayılmayan isim. Sayılmayan isim nə demək? S minus qoyuram, özümdə bir kodlaşdıram. S minus, yəni sayılmayan isim gələrsə, xəbər neydə olur? Təkdə. Bu bizim bir düsturumuz. Ol mübtəda olur, təyin olur. Cəm isim gələrsə, xəbər cəmdə, sayılmayan isim gələrsə, xəbər təkdə. Okay. Bəs mübtəda kimi necə olur? Əgər mübtəda canlıdırsa, xəbər olacaq cəmdə. Cansızdırsa, xəbər olacaq təkdə. Fikir verin. O cürlə belə deyək, yazı ilə olan şeylərdənsə, bir dənə belə bəsit bir özüm üçün sıxıntı çəksəm, yadımda saxlasam, praktik olaraq mənim üçün çox qəşəngdir. Sizi bilmirəm. Ona görə saxlayıram ki, bunu bir dənə videonu saxlayın. Qəşəng yazın bunu dəftərinizə. Bir də yazarkən bəzən yoldaşlarımız səhv eləyir. Bunu C-I, X-C, X-T kimi yazır. Bir müddət sonra deyir ki, ayla X-T nə idi? Siz bunu qısaltmış formada yazmayın. Mən izah edirəm deyə sürətlənməyə məcburam və az yazı yazmalıyım. Ona görə özüm üçün belə qısaltma edirəm. Onu siz yazın. Cəm isim, açılışla, xəbər cəmdə, sayılmayan isim, xəbər təkdə. Bu formada nə edə bilərik? Tam açıq, aydın formada yaza bilərik. Okay, deməli, davam edirik. Gəldik iç evri məsələsinə. İç evri məsələsində əsas ana qayda nədir? Əsas ana qayda içdən sonra tək isim, tək xəbər, necə tək isim? Yəni, sayılmayan gələ bilərmi? Xeyr. Bunu mütləq şəkildə basa-basa vurğulayıram. İçdən və evrdən sonra sayılan tək isim gəlməlidir. Biz bunu quantifiers-də eşitmişik. Amma bir daha deyirəm. Sayılan tək isim gəlməlidir. Yəni, burada cəm isim ola bilməz, burada sayılmayan isim gələ bilməz. Buna fikir verin. Sonra digər bir qızıl qayda nədir? İç of var. Amma evr of yoxdur.
İç oflu konstruya fikir verin. İç of cəm isim xəbər təkdir. Bəli. One of da demişdik biz. Yadınıza gəlir. One of cəm isim xəbər təkdir. Bunları qruplaşdırmaq olar. İç of, one of, either of, neither of, z cəm isim xəbər təkdir. Özünüz üçün bunlar dediklərimi alt-alta yaza bilərsiniz. Every'yə gəldik. Məsələ bitmişdir. Every of yoxdur. Every one of. Ha. İndi deyərsiniz ki, mənim burada every one məsələsi axı törəməkdir. Yoldaşlar, buna çox diqqətlə fikir verin. Bu ölümcül bir şeydir. Every one da var və belə bir şey də var. Bu bitişikdir. Amma bu ayrıdır. Burada iki dənə əvəzliyi var. Every və one əvəzliyi. Bu başqa bir şeydir. Bundan sonra of gələ bilər. Amma bu nədir? Bu törəmədir. Törəmədən sonra of gələ bilməz. Deməli, bu yanlışdır. Bu doğrudur. Mesela oxunanda eyni oxunur. Everyone, everyone. Amma buradakı isə every ayrı, one ayrıdır. Bu isə birləşikdir. Bu bir əvəzlidir, bu iki əvəzlidir. Çox diqqətlə fikir verin. Demək olar ki, testin canıdır yəni. İsimsiz işlənir, iç of məsələsi, cəm isim zat. Bunlar çox da vaxt aparmıyor. Siz üçün yavaş-yavaş keçirəm ki, videonu saxlayıb özünüz üçün sürətli oxuya bilərsiniz. Okey, deməli yoldaşlar. Every və iç əvəzlərin fərqini və oxşar xüsusiyyətlərini sürətli şəkildə keçir. Hər iki əvəzlik, hər biri, yəni tərcüməsi eynidir. Hər iki əvəzlik özündən sonra sayılan tək istəyir. Hər iki əvəzlik xəbəri təkdə olur. Okey, fərqli cəhətləri. İç əvəzlik isimsiz işlənə bilir. Yəni, təkrara yol verməmək üçün mən onu ata bilərəm. Amma every'də belə bir şey yoxdur. Mütləq, every mütləq isim istəyir. İç əvəzlik of ilə işlənir, every of ilə işlənə bilmir. İç əvəzlik əvəzlərlə işlənə bilir, every yəni yan-yana əvəzlərlə işlənə bilmir. Gəldik Ayzə, Nayzə məsələsinə. Yoldaşlar, bir dənə tərcüməyə fikir versək, Ayzə deyir ki, ikisindən biri deməkdir. Yəni, rəqəm baxımından. İkisindən biri, ikisindən heç biri. Yəni, mütləq şəkildə Ayzə ilə Nayzənin ana qaydası özündən sonra gələn ismin sayılan tək olmasıdır. Mən bura sayılmayan qoya bilmərəm. Bəzən yoldaşlarımız deyir ki, niyə sayılmayan gəlmir? Yoldaşlar, bunun tərcüməsi var da, ikisindən biri, iki sayılandır, bir təkdir. Aydır, ikisindən biridir. Nadir, ikisindən heç biridir. Ona görə mütləq mən məcburam ki, Ayzədən sonra sayılan tək qoyum, Nayzədən sonra sayılan tək qoyum, xəbərlərində təkdə yazım. Ayzə təsdiq versiyasıdır, Nayzə inkar versiyasıdır. Məsələn, Ayzə room wasn't deyə bilmərəm. Məntiqi izahı var. Niyə deyə bilmərəm? Çünki adamlar oturublar, Nayzəni kəşf ediblər, yəni yaradıblar. Bu ikisindən biri deməkdir, bu ikisindən heç biri deməkdir. Bunun inkar qarşılığı varsa, mən niyə görə özümə əziyyət verim, bura wasn't tartırım? Elə Ayzəni çıxardaram, Nayzə yazarım, qutarar gedər. Boşda inkarda işlənmir, Ayzədə inkarda işlənmir. Boş nə idi? İkisindən hər ikisi. Ayzə nədir? İkisindən biri. Düzdürmü? Boşla Ayzənin inkar qarşılığı nədir? Nayzə. Kişilər bunu yaradıbsa, biz də məcburuq bu qaydaya uymağa. Boşda inkarda işlənmir, Ayzədə inkarda işlənmir. Ona görə neyinirik? Nayzə qarşılığını veririk. Davam edirik. Əsas can alıcı məqamı buydu. Ayzə of ola bilərmi? Bəli. Bayaq biz dedik də Ayzə of, Nayzə of, one of, each of. Cəm isim xəbər təkdə. Təbii ki də isim gələndə bu zeyni qoymadımsa tez səhv çıxacaq. Buna fikir verin. Sonra isimsiz işlənmə halı, yəni təkrara yol verməmək üçün buradakı isimləri ata bilərlər. Məsələn, burada biz danışmışıq movie-dən, book-dan təkrar danışmırıq deyə indi atırıq. Əvəzliklə işlənmə halları each of, either of məsələsi də özündən sonra tamamlıq əvəzliklərinə gələ bilər, heç bir problem yoxdur. Oxşar və fərqli cəhətləri. Hər iki əvəzlik özündən sonra sayılan tək, sayılmayan yox, sayılan tək işlənir. Hər ikisinin xəbəri təkdədir. Zaten isim təkdədirsə xəbəri təkdə olacaq. Hər iki əvəzlik of-dan işlənir. Bəli, of, z artiklı, cəm isim, xəbər təkdə. Hər iki əvəzlik əvəzliyinə işlənə bilir. Bəli, of, əvəzliyinə işlənə bilir. Bəs yaxşı, fərqli cəhətlər nədir? Tərcümələri. Ayzə ikisindən biri, Nayzə ikisindən heç biri deməkdir. Daha sonra Nayzə inkarlıq bildirir, müstəqil inkardır. Nayzə olan cümlədə ikinci bir inkar ola bilməz. Amma Ayzə təsdiqdir, ikisindən biri deməkdir və inkarlıq bildirmir. İnkarlıq bildirmir, o deməkdir ki, inkar cümlədə işlənməz. Çünki qarşılığı Nayzə var. Bu qədər sadə və bəsit. Gəldik Azə məsələsinə. Yoldaşlar, Azəni sürətli keçək, ona dair bir sxem yaza bilərəm sizə.
Məsələn, deyək ki, azdan sonra cəm isim də gələ bilər, saymı isim də gələ bilər. Mən bunu harda eşitmişəm? Təyin izləri dərsində eşitmişəm. Az əvəzli, no əvəzli ilə işlənərsə, bu ölümcül qaydadır. Bunu birbaşa vurursunuz yaddaşa. Yəni bunun o yanı bu yanı yoxdur. Niyə görə? Bax burada böyüdülən məqam ondadır ki, azdən sonra sayılan ismi nəydə istəyirəm? Cəmdə istəyirəm. Amma bir dənə yeganə konstruksiya budur ki, no az ilə birləşsə, yəni azəli konstruksiyada. Fikir verirsiniz, sayılanı təkdə gətirmişəm. Bu çox düşən və qarışdırılan məqamlardandır. Ehtiyatlı olun. Az əvəzli WhatsApp eyni əvəzlərlə işlənə bilər. OK. Other books və digər mənasında. Deməli, testlərdə once-la əvəzlənə bilərmi? Bəli, biz bayaq once-ı keçdik. Belə sürətli keçmə səbəbim sizə boş yerdə tapmaqdır. Deməli, yoldaşlar, bizə niyə boş hissə lazımdır? Gəlin yazaq. Bu biraz çoxdur deyə biz də qarışdırırıq ki, Allahım, bu azələr, azələr, yəni bunu necə sadələşdirək? Çox sadə, bəsit formada. Azə, bir də. Aha. İlk öncə baxaq, biraz psixoloji qorxaq. Uyda, nə qədər azə var, bir-birinə oxşayır. İndi gəlin bunu bir-birinə niyə çıxdaş edir? Ən azənin tərkibində ən artikl olduğuna görə mütləq şəkildə bundan sonra gələn isim sayıla bilən tək olmalıdır. 5 dənədən birini neynədim? Vurdum kontakta. Praktik getdi. Sonra gəldim bu ikisinə. Azəs və Z-azəs testlərdə necə düşəcək? Özlərindən sonra isim gəlməz. Azəs və D-azəs. Qaldı azə ilə Z-azə məsələsi. Z-azədə müəyyən olduğu üçün bəzən deyirlər ki, Z-azədən sonra da isim gəlməz. Əslində elə bir şey deyil. İsim gələ bilər. Sonra sadəcə olaraq testlərimizdə o qədər belə çox versiyası var ki, özündən sonra isim işlənmir. Bizim də şuuraltı beynimizdə qalır ki, Z-azədən sonra isim gəlməz. Gələ bilər, niyə gəlmir? Yəni isim gələ bilər, özü də iminli müəyyəndir deyə tək isim də gələcək. Gəldim azə məsələsinə. Azədən sonra cəm isim də gələ bilər. Digəri nədir? Sayılmayan isim. Gördünüz yoldaşlar. Azdan sonra cəm isim, sayılmayan isim. Azəs və Z-azəsindən sonra isim gəlməyəcək. Z-azədən sonra tək isim, yəni müəyyəndir deyə Z-azə. Ən azənin tərkibində ən var, sayıla bilən tək isim. Bunlar arasında çox ciddi fərq var. Bu da tək isim istəyir, bu da tək isim istəyir. Amma buradakı isə müəyyəndir, D-adır. Mən bilirəm ki, oradakı o bir hansı birdir. Amma burada bilmirəm. Ən azı da bilmirəm, Z-azı da bilirəm. Deyirsiniz ki, mən bu 4 dənəsini belə bildik. Bəs tərcümə baxımından düşə bilərmi? Bəli. Ades və ades arasındakı fərq nədir? Məsələn, desək ki, mənim 3 dənə maşınım var. Və yaxud da ki, 2 ilə başlayaq. 2 dənə maşınım var. I have 2 cars. One of them is black. Ondan biri qaradır. Nöqtə ağdır. Əlimdə bu boyda azə var. Deməli, neçə maşınım var? 2. Neçəsi qaradır? 1. 7 neçə qaldı? 1. 1 müəyyəndirmi? Bəli, müəyyən. Bu ikisi müəyyəndir. Bəs bir tək deyəcəm, tək. Deməli, o boşluğa nə yazacağam? The other is white. Digəri nədir? Ağdır. Tamam. İşlədim, maşının sayı artdı. Oldu 3 dənə. Deyirəm ki, I have 3 cars. One of them is black. Onun biri qaradır. Nöqtə ağdır. Getdik. Neçə maşın var idi? 3 dənə. Neçəsi qaradır? Bir dənəsi. Yerdə neçə qaldı? 2. 2 müəyyəndirmi? Bəli. Bəs təkdir cəm. Bunun hansı cəmdir? Bu. Deməli, o boşluğa the others are white yazacağam. Yəni, tərcümə çox önəmli daşıyır. Sonra deyirəm ki, şagirdlərin bəziləri kola xoşlanır. Some students don't like cola. Nöqtə like. Nöqtə xoşlayır. Mənim nə qədər şagirdim var? Bilmirəm. Bəs nə qədər xoşlamır? Bilmirəm. Bəs yerdə qalan nə qədərdir? Onu da bilmirəm. Qeyri-müəyyən, amma cəmdədir. Bunlar arasındakı məna, yəni tərcümə fərqi budur. Əgər Z-azə yazmaq istəyirəmsə, mütləq mənə 2 cümlə verməlidir və mən onu oxumalıyam və orada qalan 1 olmalıdır, özü də müəyyən 1. Yox, Z-azəs vermək istəyirəmsə, müəyyən olmalıdır və cəm olmalıdır. 2, 3, 4, 5, amma rəqəmi bilməliyəm. Azəs yazmaq istəyirəmsə, rəqəmi bilmirəm. Amma bilirəm ki, cəmdir. Yəni, müəyyən deyil, qeyri-müəyyəndir.
Şu, bununla da bunun fərqi zaten neyir? Üzə çıxmış olur. İndi geri qayda. Deməli yoldaşlar, o sxematik izahdan sonra biz nə edirik? Sürətli şəkildə oxuyuruq. Bax, yavaş-yavaş keçəcəm ki, saxlayıb oxuya bilərsiniz. Ənaza məsələsində nə yazılıb? Ənaza əvəzliyindən sonra yalnız silent teksim gəlməlidir. Bəli, cəb və salibə işlənə bilməz. Niyə? Çünki tərkibində ən var. Getdik. Testlərdə nöqtələrdən sonra van gəlibsə ənaz işlədilir. Niyə? Çünki ənaza nədir? Ənaza sayılan təkdir. Van burada nəyə əvəzləyib? Sayılan tək, yəni kitabı. Heç bir problem yoxdur. Təkdirsə təkdir. Ənaz əvəzli, no əvəzli işləmir. Niyə no-dan sonra ənaz işləmir? Məntiq. Əvəzlikdən sonra artikl gəlmir. No əvəzlikdir, əvəzlikdən sonra artikl gəlmir. Yəni burada nə var ki? Heç bir şey. Ənaz əvəzlindən sonra of işlədilmir. Buna biraz fikir verin. Çox-çox verilən sual kimi. Ənazdan sonra of gəlir. Çünki biz öyrəkdik axı. Either of, both of, all of, neither of, yəni one of, each of. Belə ofları çox dedik. Ona görə də another-dır beynimizdə qalıb ki, another of deyilik. Yox. Another da yoxdur. Another əvəzli isimsiz işlədilmir. Niyə? Çünki özü deyir ki, bax, sayılan tək var ha burada. Ən var ha burada. Ona görə. Az əvəzli. Getdik sürətli formada. Az-əs əvəzli ümumiyyətlə digərlər deməkdir. İsimləşmiş əvəzlikdir. İsimləşmiş əvəzlik odur ki, müstəqil mübtəda ola bilir. Mübtəda olursa, mübtədadan sonra direkt mən xəbər gəlirsə, mən burada ismə ehtiyacım yoxdur. Az-əs cəm xəbər. Z-az-əs məlum digərlərin. Yerdə qalan say məlumdur. Bayaqki dediyimiz kimi, some students in our group like English. The others digərləri isə xoşlanmır. Sonra others və the others arasındakı tək fərq məlum və qeyri-məlum məsələsidir. Sonra z-azə məlumdur, amma bir dənədir. Ənazə də məlum deyil, amma bir dənədir. Yəni, çünki another sayılan tək, z-adır da burada da tək istəyir, amma mən biləm də burada yəni tək nədir. Z-azə əvəzli isimlə işlənir. Z-azə the other people, the other person, the other information, the other əvəzli isimsiz işləndikdə iki şəxsdən ikincisi deməkdir. Okay, bu da tərcümə məsələsidir. Others, the other əvəzli heç biri no, what, some, any ilə işlədilmir. Niyə görə? Çünki əvəzlikdən sonra digər ikinci bir əvəzlik ümumiyyətlə gəlmir. 90% deyəlim, həmişə yox, bəzilərində gəlir və əvəzlikdən sonra artikl işləmir. Okay, davam edirik. Az, ənaz əvəzlikləri və az əvəzliyin törəmələri of sözü ilə işlənmir. Yəni, bunlarda oflu konstruksiyalar yoxdur da. Yəni, məsələn, ənaz of yazım və yaxud da ki, onun törəmələrini yazım. Belə şey mümkün deyil. Sürət şəkildə gəldik nəyə? İnkar əvəzli. İnkar əvəzləri hansılardır? No, none, neither, no. Neither zaten danışdıq. Dedik ki, sayılan tək gəlir. Neither'dan sonra of gələrsə, z artiklı, cəmsim, xəbər təkdə gəlir. İndi isə gələk no-dan, none-dan danışaq. Əslində, bu törəmələrindən danışmışıq. No-nun törəmələrinə. Bayaq törəmə keçəndə some-ın törəməsi, any-nin törəməsi, no-nun törəməsi, bir də every-nin törəməsində danışdıq. Törəmənin 3 dənə qızıl qaydası var. 1. İsim gəlməz. 2. Of gəlməz. 3. Xəbər təkdə. Yerdə qalır bir dənə no ilə neither-ni nə demək? Bir-birinə müqayisə eləmək. No və isim arasında sifət mor adı işlənə bilər. Bəli, no adır da zaten bayaq öyrəndim ki, özündən sonra sayılan tək isim gətirə bilir. Daha sonra isə baxaq görə burada bizə nə var? Əvəzli işlənməz, əvəzli artikl işlənməz. Çünki əvəzli özündən sonra artikl işlənmir. Bu qaydaya fikir veririk. No inkar əvəzli olduğu üçün onunla eyni cümlədə ikinci inkar olanmaz. No müstəqil inkardır. Müstəqil inkardırsa, məsələn, no'dur, neither'dir, none'dur. Yəni, bunlar cümləni inkara çevirə bilir. Problem deyil. Ona görə ikinci bir inkarı verə bilmərəm. No another kimi məsələn bu formada. Deməli, indi isə gəldik nəyə? No əvəzliyinə. No əvəzliyi deyir ki, no'dan fərqli olaraq not ədatdır. Yoldaşlar, no, burada bir dənə fərq var. No əsas nitq hissəsidir. Not isə köməkçi nitq hissəsidir. Ona görə də no müstəqil işlənə bilir, isimdən ayrı işlənə bilir. Aydındır. Amma not hissəcikdir. Hissəcik olduğuna görə biz onu köməkçi feillə bir yerdə işlədirik. There is not. Yəni, bu bunun tərkibində gedir. There is. Amma burada no deyəndə no müstəqil. Mən bunu ayıra bilərəm. Heç bir problem yoxdur. Deyir ki, not ədatından sonra birbaşa isim gəlmir. Not ancaq en və ya any olarsa isimlə işlənə bilir. Yəni, bu nota özəl deyil. Buradakı isim nota görə deyil. Nəyə görədir? Any'yə görədir. Anybody. Şu. Amma buradakı ismin birbaşa gəlməyi bəli, no'ya görədir. Bir də çox verilən sual var. No'dan sonra necə isim gəlir? Ürəyiniz nə istəyir gəlir? Təki, cəmi, sayılan, heç bir fərq yox. Amma notdan sonra müstəqil olarsa isim gəlir. Sonra nan əvəzli. Nan əvəzliyində qızıl qayda nədir? Nandan sonra isim gəlməz.
nöqtə atışı, amma bu qaydaya fikir verirəm. None of article cəm isim xəbər təkdə. Deməli o siyahını bir daha təkrarlayaq. Either of, neither of, none of, one of, each of. Deməli bunlardan sonra z article cəm isim xəbər təkdə. Hə, all of, both of cəm isim xəbər cəmdə. Buna mütləq şəkildə fikir verin. Bu sizə bəlkə də sadə gəlir ki, mən burada bir şey yoxdur, amma əksəriyyətinizin boşluq buraxdığı yer buradır. Nice əvəzində biz danışmışıq. İkisindən biri yenə də sürətli şəkildə keçək. Nice əvəzliyi birbaşa sayılan təqsimlə işlədilir. Niyə? Çünki ikisindən heç biri deməkdir. Xəbər də təkdə olur. Neither of-dan sonra cəm isim xəbər təkdə olur. Özündən sonra tamamlıq əvəzliyi də gələ bilir. Nice'nin tərcüməsi ikisindən heç biri deməkdir. Əşya və yaxud da şəxs fərqi yoxdur. None of-da isə Nice-də none of-un fərqi, Nice-də direkt rəqəm var 2. Amma none-da elə bir rəqəm yoxdur. Yəni 3 və 3-dən daha çox ola bilər. Eynən Ayza kimi. Ayza'da deyir 2 nəfərdir. Daha doğrusu iç azə van ən azə kimi. İç azə 2 nəfərdir. Van ən azə 2-dən çox. Yəni 3 və 3-dən çox. Bu da eyni qaydadır. Nice 2-dir. Nan 3 və 3-dən daha çoxdur. Okay. Yadda saxlayaq görə burada nəyimiz var? Most əksər deməkdir. Aha, most mən təyinizdə də keçmişəm. Most mən sifətdə də keçmişəm. Most özündən sonra isim gələrsə əksər mənasında artikel işlənmir. Amma özündən sonra sifət gələrsə z artiklına işlənir və most'u əvəzliklə də işlədə bilirik. Most sayılan isim xəbər cəmdə olur. Niyə? Çünki özünü cəmdə istəyir. Most sayılmayan isim xəbər təkdə olur. Most əvəzli of-la işlədə bilirmi? Bəli. Of-dan sonra cəm isim xəbər cəmdə olacaq. Niyə? Most of, some of, any of, bunlardan sonra cəm isim xəbər cəmdə olur. Most əvəzliklə işlənə bilir. Most us, most you, bizim əksəriyyətimiz, sizin əksəriyyətiniz xəbər də cəmdə olur. Niyə? Çünki bu əvəzliyə görə, yəni əvəzliklə uzlaşdırılma görə. Aha, biz artıq sonlara doğru gəldik. Belə bir sxemlərimiz var. Bu formada saxlayıram. Bir videonu saxlayın, götürün. Daha sonra isə belə eləyim. Aha, belə etsəm daha yaxşı olar. Komple görün. Bəli. Bax, bunu saxlayın. Saxladıqdan sonra özünüz üçün baxın, qeydlər götürün, nə istəyirsiniz eləyin. Ondan sonra da neyin? Mütləq şəkildə video baxdıqdan sonra biz kitabı oxumalıyıq ki, öyrəndiyimiz bütün bilikləri kitab üzərində neyiniyək? Tətbiq eləyək. Hər kəsə xeyirli uğurlu olsun. Çalışın özünüzə rahat və uyğun formada sadələşdirin, yadda saxlayın. Uğurlar.